بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين واللعن دائم على أعدائهم أجمعين. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu əziz qardaşlar. Sosial platformalarda insanları güldürən, hansı ki insanların dilində məşhurdur ki, bizim kefimiz olmayanda bu şəxsə baxıb kefimizi açırıq, gülürük. Bu vəhhabilərdən biri demək Şiələr haqqında danışır. Güya Şiə kitablarında, Şiə mənbələrində xanım Fatimə sallallahu əleyhanın qəzəblənməsi var və bu qəzəblənmə də Əli əleyhissalam tərəfindən olmuşdur. Bu kəzzəbin, bu yalançının elmin dadını duymayan bu kəsin səsinə qulaq asın. Rafizlərin kitablarında, əziz qardaşlar, ümumiyyətlə Əlinin, Fatimənin qəzəbləndirilməsi bir neçə yerdə keçir. Mövcuddur. Məsələn, baxın, həm Qummi, həm Məclisi, həm Saduq rəvayət edirlər. Deyir, həm Qummi, həm Saduq, həm də Məclisi rəvayət ediblər. Demək, bu kəzzab kəs elm iddiasındadır. Hansı ki, bu adam ərəbcə bildiyini iddia eləyir və insanlara çıxıb müəyyən fətvalar verir. Amma Allahdan qorxmur, həyasızcasına çıxır orada, hər hansı bir tərcüməni oxuyaraq insanlara nəsə çatdırmağa çalışır. Sənin duxun çatır, sən elm iddiasındasan, iddianda yəqinsən, əminsən. Sən elə aç, qoy ekrana mətni, ərəbcəsini, hər kəs də görsün, hər kəs də baxsın, bilsin söhbət nədən gedir. Yoxsa sən orada çıxıb planşetdən hər hansı bir kiminsə tərcümə elədiyi bir şey oxuyursan, təbii ki, bu kəzzablıqdır, yalancılıqdır, insanları aldatmaqdır. Amma biz onun bəhs elədiyi həmən o məsələni inşallah ki, ərəbcə mətni ilə bir yerdə oxuyacaq. Demək, bu adam nə dedi? Bu adam dedi ki, bunu məclis deyib, məclis rəvayət edib. Bizdə problem yoxdur. Məclis rəvayət edib də nə problem var ki, məclisin rəvayətində? Amma məclis bunu necə rəvayət edib, kimlə rəvayət edib, indi bu kəzzabın, yalançının gözünə soxacaq. Deməli, İbn Əbdurrabihin, baxın, bu kəzzəbin bəhs elədiyi rəvayət budur. Bu rəvayətdir. Bəhs elədiyi rəvayət bu rəvayətdir. Demək, İbn Əbdurrabih Əl-Əndəlusi Fil-İqd kitabı var bunun. Deməli, həmən bu kitabda rəvayət edir bunu. Fi-İqdil Mənaqib adında bir kitab var bu kitabda. İndi diqqət eləyin, görün ki, bu rəvayətin sənədi necədir, hansı gündədir, hansı vəziyyətdədir bu rəvayətin sənədi. Hansı ki, bu adam məclisinin adından danışır, halbuki açıb bir kitaba baxmaq ki, görək bunun məclisi nə deyir, ümumiyyətlə bu kitabın sənədi nə yerdədir, sən elm iddiasındasansa, bilməlisən ki, məclis bihərül ənvardakı hədisləri ümumən toplayıb, həm sünni, həm də şiə mənbələrindən toplayıb. Deməli, deyir ki, İbn Əbdurrabih Fil-İqd İqd kitabından deyir, rəvayət olunur. Abdullah ibn Zubeyr, Abdullah ibn Zubeyrdən fi xəbərin, indi bunun gününə baxın, rəvayətin gününə baxın. Fi xəbərin, xəbər verir kimdən? An Muaviyə ibn Əbu Sufyan. Sənin dediyin rəvayəti Muaviyə ibn Əbu Sufyan rəvayət edir. Bizdə bu şiə kitabı deyil. İbn Əbdurrabih bu şiə kitabı deyil. Kəzəb. Bu əhl-i sünnə kitabıdır. Yəni sən bunu şiə kitabı adı ilə insanlara soxuşdurmalısın. Bu şiə kitabı deyil. Bu birinci məsələ. İkinci məsələ də rəvayəti. Sən bilirsən ki, şiələrin yanında Muaviyə məlun oğlu məlundur. Sən bunu şiələri necə gətirə bilərsən? Ki, halbuki rəvayətin sənədində lap deyək ki, bu rəvayətdə bu şiənin məsələn deyirəm şiə kitablarında gəlir. Halbuki şiə kitabı deyil, bu kitab şiə kitabı deyil. Yenə deyirəm qardaşlar. Bu əhl-i sünnənin kitabıdır. Allahın məclisi bunu əhl-i sünnənin kitabından götürüb rəvayət edib. Yaxşı? Və gördüyümüz kimi isnadda, hansı ki, bu rəvayət nədən bəhs eləyir? Muaviyə ibn Əbu Sufyan qalə dəxələl Həsən ibn Aliyyun aleyhissalam alə cəddihi sallallahu aleyhi və alihi və səlləm və huvə ya'tətəru bi zeylihi və əssərə ilə nəbi sallallahu aleyhi və alihi sirrən fərəyyətuhu təğəyyərə ləunuhu. Burada rəvayət nədən bəhs eləyir? Xanım Fatimə, Əli əleyhissalam xanım Fatiməni qəzəbləndirib. Və Peyğəmbər də deyib ki, ey Əbülhəsən, sən Fatiməni qəzəbləndirirsən, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir. Bu rəvayəti kim uydurub? Bu rəvayətin gördüyünüz kimi isnadında
Əli əleyhissalamın ən qatı düşmənlərindən biri olan Muaviyə ibn Əbu Sufyan var. Ona görə də birincisi bu rivayəti aparıb öz başına çırparsan. İkincisi də bizim bu rivayət haqqında. Bax bizim alimlər nə deyir? Yəni sən bax deyir ki, qala İbn Babavi rahimehullah, "Haza gayru mu'tamad li'annahuma munazzahani an yahtaca an yuslaha beynehuma Rasulullah sallallahu aleyhi." İbn Babavi deyir ki, rahimehullah, rahmetullahi teala aleyh. Bu e'timad olması bir şey değil. Möhtəmər bir şey değildir bu. Buna etibar olunmaz. İbn Babavi deyir bunu. Şeyx Saduqun atası. Rahimehullah. Allah ona rəhmət eləsin. Daha sonra El-Məsdər, bax, diqqət edin. El-Mənaqib li İbn Şəhrəşub. 3-cü cilddə, səhifə 134-də. Ennəl-İqdəl Fərid, bəhs elədiyimiz kitab. Ennəl-İqdəl Fərid, El-İqdul Fərid, aləmə fil mənaqib. Və bundan da kim rəvayət edib? El-İqdul Fəriddən, İbn Rabbihin kitabından. Baxın, Biharul Ənvər. Biharul Ənvər də kimdən rəvayət edib? Baxın, hədis ilmini bilən bilirdi, bu adam bilmirdi. Anil Mənaqib. Biharul Ənvər, Anil Mənaqib. Yəni o da kimdən rəvayət edib? Biharul Ənvər Mənaqibin sahibinə. Mənaqibin də sahibi kimdə? Əhl-i Sünnə alimi olan İbn Rabbihdir. O Əhl-i Sünnə alimi də kimdən rəvayət edir? Muaviyə İbn Əbu Sufyan lənətullahi əleyhdən. Və bu adamın ikinci rəvayəti. Diqqət edin, fəlakət qarşıdadır. Bu adam açıb kitaba baxmır. Təsəvvür edirsiniz. İkinci rəvayəti. Deməli baxın, Şeyx Saduqun rəhmətullahi təala aleyh. İləlü Şərai kitabıdır. İləlü Şərai. Şeyx Saduq. Deməli, birinci cild, səhifə 163. Birinci cild, səhifə 163. Baxın, rəvayətin sənədini deyəcəm. Çox uzadı bir şey olmasın. Deməli, Şeyx Saduq deyir ki, Əbi rahimehullah, yəni atam deyir, mənə rəvayət elədi. Qalə həddəsənə Sa'd ibn Abdullah, o da Sa'd ibn Abdullahdan. Qalə həddəsənə Hüseyn ibn A'raf da, o da Hüseynə rəvayət edir. Deyir ki, Vaqidən rəvayət olunur. Qalə həddəsəni Vaqi. Vaqi də kimdir, qardaşlar? Vaqi haqqında, Vaqi şiə kitablarında məchul bir adamdır. Yəni bax bu Vaqi ki var, bu adam məchul bir adamdır. Həm bu məchul adamdır, həm də Əbu Salih adında bir kəs var burada. Hansı ki bu Əbu Zardan rəvayət edir. Həm Vaqi məchuldur, həm Muhammed ibn İsrail məchuldur. Baxın, isnadda olan həm Vaqi məchuldur, həm Muhammed ibn İsrail məchuldur, həm də sonuncu ravi olan Əbu Salih ən Əbi Zər. Əbu Zərdən rəvayət edir. Bu Əbu Salih də məchul bir adamdır. Yəni bunun da şəxsiyyəti bilinmir. Deməli neçə məchul oldu bir isnadda? 1, 2, 3 dənə məchul kəs oldu. Hələ üstəlik burada bu Hüseyn ibn A'rafa da məchul kəslərdəndir. 4 dənə bir isnadda. Deməli 5 dənə ravi var. Onun 4-ü nədir? Məchuldur, məchul. Yəni bu cür məchul rəvayəti də bizə dəlil kimi gətirmək bu ən azından kəzzəblərin işi ola bilər. Gördüyünüz kimi bu adam deyir ki, Saduq da rəvayət. Saduqun rəvayətində oxuduq. Məclisinin də rəvayətini oxuduq, Saduqun da rəvayətini oxuduq. İndi Qummi bunu hardan götürüb, qardaşlar? Qumminin də məsələsinə baxaq. Baxın. Deməli, Kəşfül Qummə kitabı, getirin. Kəşfül Qummə fi ma'rifətül imamə. Deməli, Ali ibn İsa, yəni Şeyx İrbili kimi tanınan Ali ibn İsa'nın kitabıdır. Ki bu kitab haqqında sonra məlumat verərik. Deməli, 2-ci cild səhifə 473-də. 2-ci cild səhifə 473-də. Baxın, diqqət edin. Bir neçə dənə rəvayət gətirib burada. Baxın. Və bi isnadi an Abi Sa'd. Abi Sa'd. Gördüyünüz kimi və bi isnadihi an Abi Sa'd an Abi Sa'id el-Xudri an Nəbi sallallahu aleyhi və aleyh. Bu rəvayət görürsünüz, mürsəl olaraq gətirib birinci rəvayət. İkinci rəvayətə baxaq, qardaşlar. Eyni səhifədir. Və bi isnadi an Anas ibn Malik. Ənəhu qalə Rasulullah sallallahu aleyhi və aleyh. Bu da mürsəldir, gördüyünüz kimi. Üçüncü rəvayətə baxaq.
bu adamın dediyi indi hədisə gələcək ki, burada hansı hədisi deyir. Baxın, növbəti rivayət. Və bi isnadi an Əbu Hüreyrə qala qala Rasulullah sallallahu alayhi və aleyh. Bu rivayət də mürsəldir gördüyünüz kimi. Əbu Hüreyrədən rivayət elədiyi və üstəlik də buradakı rivayətlərin əksəriyyətini ərzində mənbələrindən götürüb Şeyx Elbili. Eynilə Əlam Məclisi kimi. Hə. Baxın, bunun dediyi rivayət bu rivayətdir. وبإسناد أن علي بن أبو طالب عليه السلام وبإسناد أن عن علي بن أبو طالب عليه السلام قال. Burada məsələ nədir? Özəllik nədir? Özəllik bundan ibarətdir ki, bu mürsəldir. Bu rivayət mürsəldir. Bundan ihticac olunmaz. Bundan kiməsə dəlil istifadə eləmək olmaz. Yəni mürsəl rivayətlər əsla və əsla hüccət olmaz. Nə üçün mürsəl deyirik? Şeyx Elbili ilə, yəni hansı ki Ali ibn İsa ki var, Ali ibn İsa rəhmətullahi aleyh. Bununla Həzrət Əli arasında nə qədər məsafə var, zaman məsafəsi var. Və bu zaman məsafəsi arasında ravi silsiləsi, ravi isnad olmalıdır. Çünki Şeyx Elbili birbaşa Əli əleyhissalamdan eşidə bilməz. Eşidə bilməzsə, demək onu Əli əleyhissalama çatdıran bir sənəd lazımdır. Bir nə lazımdır? Ravi silsiləsi lazımdır. Bu ravi silsiləsi də olmadığı üçün bu rivayətə hədis elmində deyilir mürsəl və mürsəllə də ihticac olunmaz. Allah subhanahu wa ta'ala bu cür əgər hidayətə layiqdirsə, bu cür elm iddiasında olan kəsləri hidayət eləsin, layiq deyilsə, Allah bunu elə Muaviyyə ibn Əbu Süfyanla məşhur eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.